Salam, xoş gördük hamınızı. Əziz qonaqlar, müəllimlər və şagirdlər. İlk öncə gəlin qonaqlarımızı hörmətli müəllimlərimizə və şagirdlərimizə təqdim edim. Təhsil Nazirliyinin əməkdaşı Xuraman Osmanlı bugün bizimlədir. Xoş gəlmişsiniz. 19 nömrəli məktəbin direktoru Akif müəllim. Texniki Humanitar Liseyin direktoru Səidə xanım. 324 nömrəli məktəbin direktoru Gülarə xanım və 230 sayılı məktəbin direktoru Elşən müəllim. Xoş gəlmişsiniz və sizləri bugün öz aramızda görməyimizə çox şadıq. Bugün bir yerə yığışmamızın əsas səbəbi şagirdlər, müəllimlər və siz qonaqlarla birgə bəzi məqamlara, yəni şagirdlərin, uşaqların həyatında olan gündəlik rastlaşdıqları bəzi məqamlara, bəzi məsələlərə onlarla birgə müzakirə etmək üçün diskusiya aparmaqdır. Yəni bu əsası, bu şəraiti uşaqlarımıza verən uşaq hüquqlarıdır. Və məhz o uşaq hüquqları ki, dünyada bütün uşaqların marağından çıxış edən Dünyanın Uşaq Hüquqları adlı konvensiyası və bu konvensiyaya əsaslanaraq bir neçə digər uşaqlar haqqında qanunlar və ən əsası Azərbaycan Respublikasının uşaqlar haqqında qanunudur. Və bu qanunun Azərbaycanda olan Uşaq Hüquqları qanunun müəllifi, uşaqların ən yaxın dostu deyə bilər, ən yaxın dostu olan Heydər babamız və bütün uşaq siyasətinin ən əsasının dəst xəttində duran, imza atan ümumilli lider Heydər Əliyev. Və məhz Heydər Əliyevin bu ərəfə 92-ci il anım günüdür. Məlum olduğu kimi, bu anım günündə, bu ərəfədə elə o yönündən, o səbəbdən də biz uşaq hüquqlarını müzakirə etmək üçün yığışdıq. Çünki o hüquqları bizə anlatan, o şəraiti bizə yaradan bu sima, möhtəşəm sima dahi öndərimiz Heydər Əliyevdir. Gəlin ilk öncə Heydər Əliyevi bir dəqiqəli sükutla yad edək. Tədbirimizin ilk hissəsi Heydər Əliyevi bir neçə dəqiqəlik anım mərasimi olacaq, yad eləmək. Ona görə bir neçə dəqiqəlik deyirəm qısa olaraq ki, çünki o elə bir möhtəşəm, elə bir fenomendir ki, elə bir şəxsiyyətdir ki, təbii ki, günlərlə, aylarla onun haqqında danışmaq, yazmaq, eşitmək, yəni bu azdır. Bu bəlli məsələdir. Sadəcə bu möhtəşəmliyin bir neçə faizini, bir zərrəsinin işıqla yığışmaq səadətinə bugün biz nəsib olsun bu səadət bizə. İlk öncə onun anım mərasimi olacaq. Bu anım mərasimindən sonra uşaq hüquqları haqqında bədii hissəmiz olacaq. Bədii hissədən sonra nəhayət ki, uşaqlar gələcək bura, bizlərlə oturub öz hüquqları haqqında söhbət aparacaq. Ben Azerbaycanlıyım. Uca dağların möhtəşəmliyi həmişə uzaqdan daha aydın görünür. Bu da təbiidir.
insanların da, böyük insanların da, xalq üçün, dövləti üçün böyük işlər görən insanların da və eyni zamanda böyük hadisələrin də biraz zaman məsafəsindən sonra daha aydın görünməyə, daha aydın anlaşılmağa ehtiyacı var. Və eyni zamanda gəlirik dünya tarixinə nəzər salaq. Tarix zaman özü ən ədalətli hakim sayılır. Ən ədalətli hakim kimi bütün olanları zamanla safçılıq edir və əsl ədaləti ortaya çıxarır. Məsələn, tarixdən söz düşmüşkən, elə böyük şəxsiyyətlər olub ki, onların adı gələndə, onlar öz dövlətləri üçün, öz xalqı üçün çox böyük insanlardır. O dövlətin, o ölkənin adı ilə bərabər sayılan insanlardır. Məsələn, Roosevelt ABŞ üçün, Cəvahirlal Nehru Hindistan üçün, Adenauer Almaniya üçün, Atatürk Türkiyə üçün, Charles de Gaulle Fransa üçün və digər böyük şəxsiyyətlərin adı əgər onların ölkəsi üçün möhtəşəmdirsə, ulu öndərimiz Heydər Əliyevin adı gələndə də məhz Azərbaycana səslənir. Azərbaycan, üstəgəl Azərbaycanın qurucusu. Bütün dünya Azərbaycanlarının, bütün Türk dünyasının böyük lideri. Və antik dövrdən bugünə qədər nəzər salsaq, görərik ki, insanlar həmişə ədalətli dövlət arzusunda olublar və bu arzuyla da çalışıblar, axtarışda olublar. Və bugün doğrudan da bu axtarışda fövqə bir görüntü kimi, möhtəşəm bir görüntü kimi Heydər Əliyevi biz görə bilərik. O, ədalətli dövləti qurdu, bizlərə ərmağan etdi, onu bizə verdi. Və eyni zamanda rekord deyilən bir məsələ var. Hansı ki, bu təkcə idmanda olmur, yəni siyasətdə də olur, insanın həyatında da. Heydər Əliyevin tərcüme halına, qeyri-adi həyatına, bənzərsiz siyasi addımlarına nəzər yetirsək, biz doğrudan da rekord sözünü bir daha anlayacağıq. Məsələn, Heydər Əliyev tariximizdə ən uzun ömürlü siyasi xadim kimi tanınır. Bundan başqa, Heydər Əliyev hansı ki, SR devrində çox çətin idi, yəni Azərbaycanlıların nəsə deməyi, öz sözünü deməyi, rəhbər kimi xüsusilə. Amma İttifaq hökumətində o rəhbər simalardan biri idi və o zamanın dili ilə desək, Kremldə Türk oğlunun görülməsi bir möcüzə sayılırdı. Və bundan başqa Heydər Əliyev müqavilələr, sazişlər, müxtəlif danışıqlar, toplantılar və s. Hətta bu sazişlərin, toplantıların həm müəllifi, həm də iştirakçısı, həm də köməkçisi kimi çox ən uğurlu rəhbər deyə bilərik. O, jurnalistlərin, mətbuatın ən yaxın dostuydu. Bayaq qeyd etdiyim kimi, ən məsum hissəsi, cəmiyyətin ən məsum hissəsi olan uşaqların dostuydu. Və sayılmaqla, əslində bu rəqəmləri biz bugün oturub hesablasaq sayına qutarmaz. Amma diqqət edək ki, Heydər Əliyevin gördüyü bütün işlər, saysız-hesabsız işlər, o sadəcə rəqəm xatirinə deyil, onun xalqına həsr etdiyi, həyatında olan fəaliyyətidir. Ömrünü xalqına, həyatını xalqına həsr etmişdir. Və bu fəaliyyətin bariz nümunəsi ən böyük rekorduydu. Və onun gecə-gündüz, istirahətsiz çalışmağı, bu ən dözümlü rəhbərdir. Və biz bu sayı davam eləmirik və ən yaxşı, ən uğurlu, ən deyəcək, daha çox sözlər, daha çox hadisələrlə qarşılaşacağıq saydıqca. Bunu biz fəxr edirik təbii ki. Və Heydər Əliyev ən vacib məqamı, o bizim üçün qurduğu, bayaq söylədiyim kimi, müstəqil Azərbaycandır. Heydər Əliyev həyatını, onun tərcüme halını doğrudan da diqqətlə öyrənib. Çünki öyrəndikcə öyrəniləcək, anlaşılacaq və yaşayacaq bir tərcüme haldır. Azərbaycan durduqca Heydər Əliyev adı hər zaman var olacaq. O bunu qurdu, bizlərə verdi və biz bunu qurmalıyıq. Elə bir böyük şəxsiyyət haqqında fikir söyləmək şansı keçib ki, bir neçə dəqiqə mənə qismət olub. Yəni, mən əslində çox acizəm, çünki yenə də deyirəm, sadəcə fəxr edirəm ki, doğrudan da Heydər Əliyevin fəxr etdiyi kimi, mən də bu Azərbaycanın vətəndaşıyam və onun qurduğu Azərbaycanda yaşayıram. Təbii ki, bir pedaqoq olaraq, vətəndaş olaraq Heydər Əliyevin qurduğu Azərbaycana layiq olmağa çalışacağım mənlərimdə və həyatımda. Gəlin, öz fikirlərini söyləmək üçün məktəbimizin tarix müəllimi Səmaya müəllimə də söz verək. Buyurun. Səmaya müəllimi çox düzgün şəkildə, mənalı şəkildə Heydər Əliyevin
qısaca da olsa xarakterize elədi. Ümumiyyətlə, tarixin yaddaşında hansı insanlar qalır? O insanlar ki, həqiqətən böyük şəxsiyyətlərdir və öz əməlləri ilə yaddaşlara həkk olunurlar. Belə şəxsiyyətlərdən biri də Türk dünyasının böyük lideri Heydər Əliyevdir. Hansı ki, onun dahiliyi bir mənalı şəkildə hamı tərəfindən qəbul olunur. Onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri nə olmuşdur? O, Azərbaycancılıq məfkurəsini milli ideologiyamızın əsasına çevrilmişdir. Azərbaycancılıq nədir? Azərbaycancılıq deyəndə biz nəyə başa düşməliyik? Birinci növbədə milliyyətindən, dinindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün xalqların Azərbaycanla qürur duyması, Azərbaycanın tarixi həqiqətlərini düzgün dərk etməsi və Heydər Əliyev həmişə deyirdi ki, Azərbaycancılıq bizim milli ideologiyamızın əsasıdır. Dövlətçiliyimiz, milli mənəvi dəyərlərimiz, bunun bəşəri dəyərlər, bunlar hamısı Azərbaycancılığın əsasını təşkil edir. Və bu məqsədlə də o bir çox tədbirlər görmüşdü tariximizdən, müstəqillik dövrümüzdən başlayaraq bir çox böyük tədbirlər görmüşdü. Birinci növbədə əlbəttə ki, dövlətimizin təməlini qoydu və bu təməlin birinci sütunu Azərbaycancılıqdırsa, onun ikinci sütunu güclənməkdə olan Azərbaycanın iqtisadi potensialıdır. Və Heydər Əliyevin gördüyü bir çox tədbirlər, məsələn, 1991-ci ildə Latın qrafikalı əlifbamızın bərpası haqqında qanun, onun 1997-ci ildə verdiyi mədəniyyət haqqında qanun, bütün bu qanunlar Azərbaycancılıq ideyasına xidmət edirdi. Azərbaycan xalqının özünü dərk prosesini daha da sürətləndirmək üçün bir çox bizim görkəmli şəxsiyyətlərimizin, mədəniyyət işçilərimizin, elm xadimlərimizin yubileylərinin keçirilməsi, sonra bizim deməli 2000-ci ildə ədəbi tarixi etnosumuz olan Dədə Qorqud dastanının 1300 illik yubileyinin keçirilməsi, daha bir çox mühüm fərmanlar, hansı ki, xalqımızı bir daha öz qan yaddaşına qaydardı. Qafqazda 2 əsr ərzində Azərbaycanlılara qarşı törədilən soyqırımlar, etnik təmizləmə siyasətinin onun mövqeyi, münasibəti, verdiyi fərmanlar, bütün bunlar bir daha xalqımızı öz qan yaddaşına qaytardı. Və Heydər Əliyev öz böyüklüyü ilə dərk edirdi ki, Azərbaycanlıların, Azərbaycanın, ümumiyyətlə qüdrətli Azərbaycanın gələcəyi xalqımızın, dünyada yaşayan bütün Azərbaycanlıların birliyindən keçir. Buna görə də bildiyiniz kimi 2001-ci ildə o dünya Azərbaycanlılarını bir araya topladı, bir bayraq altında birləşdirdi, dünya Azərbaycanlılarının qurultayını keçirdi. Bu böyük bir hadisə idi və əlbəttə Heydər Əliyevin bütün bu əməlləri, gördüyü tədbirlər həmişə xalqımızın yaddaşında qalacaq, onun irsi həmişə öyrəniləcək, çünki onun qoyduğu yol həmişə xalqımızı zəfərlərə aparacaq və yolumuzu nurlandıracaq. Çox sağ olun. İndi sizə gəlin sözü şagirdlərimizə verək. Tarixən hər bir xalq öz gələcək arzularını gənc nəsilləri bağlayır. Nəsillər dəyişir, əsrlər keçir, lakin hər bir xalqın adət-ənənələri, milli dəyərləri heç bir zaman dəyişmir. Bilirik ki, Azərbaycan Respublikasının gəncləri tarixi zamanlardan həmişə döyüşlərdə iştirak etmiş və bu döyüşlərdə qalibiyyətlə, zəfərlə ayrılmışlar. Azərbaycan Respublikasının gənclərin inkişaf etməsində gənclik siyasətinin böyük rol olmuşdur. Bu siyasətin banisi isə ümumilli liderimiz Heydər Əliyevdir. Heydər Əliyev həmişə deyirdi ki, Azərbaycan Respublikasının gələcəyi həyatı gənclərin əlindədir. O deyirdi, gənclər hər şeydən əvvəl, hər şeydən artıq Azərbaycan Respublikasının bu günü və sabahı haqqında düşünməlidir. Və Heydər Əliyevin bu siyasətinin davamçısı bu gündə İlham Əliyevdir. İlham Əliyev 2007-ci il Gənclər Elçimi elan etdikdən sonra gənclərin həyatında böyük dəyişikliklər olmuş, onlar daha həvəslə bu yola yanaşmışlar. Beləliklə, hər bir gənc öz gələcək həyatını müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi düşünməlidir.
Dahilik yalnız qüdrətli təfəkkür sahibi olmaq deyildi. Əsl dahilik, qüdrətli zəkasının, yenilməz iradəsinin mahiyyətini insanlara bildirməkdir. Azərbaycanın son 100 illik tarixində ən parlaq şəxsiyyət səviyyəsinə yüksəlmiş Heydər Əliyev cənablarında bu keyfiyyət özünün məntiq sintezini tapmışdır. Özündən başqa hamı üçün düşünən, yanan, yaradan bu dahi şəxsiyyət öz mövqe aydınlığı, məqsəd ardıcıllığı, konsepsiya tamlığı və qətiyyəti ilə çalışan böyük insan akademiya idi. Hətta Alman filosofu Max Weber siyasi liderləri 3 yerə bölür. Ənənəvi, rasional, legitim, xarizmatik. Təsəvvür edin ki, dünya şöhrətli Heydər Əliyev cənablarında bu keyfiyyətin hər üçü bir yerdə cəmlənmişdir. Heydər Əliyev fenomeninin mahiyyəti, onun cəzb edici qüvvəsi məhz bundadır. Onu digər dünya siyasətçilərindən, liderlərindən fərqləndirən, üstün tutan da bu keyfiyyətdir. Düzdür, Heydər Əliyev fenomeninin tədqiqatlarına yüzlərlə monoqrafiyalar, əsərlər yazılıb və yazılacaq da. Amma bu dahi şəxsiyyət yenə də bizim üçün sirli dünya olaraq qalacaq. Onu nə qədər çox öyrənsən də, araşdırsan da, bir o qədər yəqin edirsən ki, əslində onun haqqında çox az bilirsən. Öyrənməli hələ çox şeylər qabaqdadır. Heydər Əliyev fenomeninin hal-hazırda davamçısı olaraq biz gənclərik və biz gənclərin bu məsuliyyəti layiqincə davam etdirməliyik. Başına tac bildi, torpağı, daşı, vətən bayrağıdır, millət canıdır. O mənim xalqımın mərd vətəndaşı, o mənim yurdumun qəhrəmanıdır. Qədim Yunan filosoflarının tədqiqatlarına görə Heydər Əliyev o çox gözəl bir şəxs idi. Heydər Əliyev güclü idi. Güclü idi ki, dövlətçi idi. Dövlətçi idi ki, ədaləti hər şeydən üstün tutardı. Heydər Əliyev güclü idi ki, ona görə güclü idi ki, onun qarşısında duran insanlar həmişə qürurla dayanardı. Biz xalqımızın gələcəyinə baxanda necə parlaq olduğunu görürdük. Niyə ki, onun elə bir gözəl memar inşa etmişdi ki, onun qarşısında zəlzələ, qasırğa olsa da belə, heç bir şey ona təsir edə bilməzdi. Heydər Əliyev dahiçiliyi ilə yanaşı, həm də ki, xeyriyyətçi bir insan idi. O insanların həmişə xeyriyyətçi yaşamasını istərdi və həmişə çalışardı ki, bütün insanlar sevinsin və şən olsun. Doğma xalqının sevgisi, dalğalanan dənizdir, insanlığın sabahı aydınlığa daşıyır. Ulu öndər eşqinə, çırpınır ülvü ürək, xalqım deyib öyünür, vətən deyib yaşayır. O elə bir iz qoyur, tarix boyu silinmə, sabahların eşqinə, o yenidən doğulur. Bir tarixi həqiqət tanınmazdır. Ulu rəhbər Heydər Əliyev həmişə xalqımızı canından artıq sevirdi. O həmişə deyirdi, mən ömrümü xalqıma bağışlamışam. Heydər Əliyev hər bir çıxışında uşaqları, gəncləri, bir sözlə bütün xalqımızı, vətəni sevməyə, onu göz bəbəyi kimi qorumağa çağırırdı. Heydər Əliyev demokratiyanın inkişafına böyük təkan verdi. Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün böyük işlər görmüşdü. Bu işlərdən biri də əsrin müqaviləsi idi. O, böyük dövlətin öz təbii sərvətləri hesabına dövləti inkişaf etdirmək istəyirdi. Heydər Əliyev böyük bir şəxsiyyət kimi yenidən siyasət meydanına çıxdı və həmin dövrdə torpaqlarımız uğrunda gedən kəskin geosiyasi vəziyyətlərdə Azərbaycanın torpaqlarının parçalanmasından Azərbaycanı xilas etdi. Bu nadir duhanı sonsuz sahilləri ünvana bənzətmək olar. Heydər Əliyev həmişə xalqının arxasında dayanıb, həmişə onun keşiyində durmuşdu və həmişə deyirdi, mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.
Tarixin vərdişi deyil. Bir ölkəni xilas etmək bir insanın işi deyil. Allah səni öz nurundan yaratmışdı Heydər baba. Gəlişinlə yoxa çıxdı. Mərmi, yağış, balta külək. Gedişində ağlayırdı. Yerdə insan, göydə mələk. Hələ yanan ocaqların istiliyi varsa demək. Allah səni öz nurundan yaratmışdı Heydər baba. Heydər dedim. Coşdu qələm, cənnət məkan oldu sinəm. Heydər dedim, sustu bulut, güldü günəş, doldu sinəm. Heydər adlı zirvələrə, haqqa gedən yoldu sinəm. Allah səni öz nurundan yaratmışdı Heydər baba. Bu torpağı, bu milləti canından da çox sevirdin. Ayağın basan yerdə daş yerinə gül bitirdin. Özün getdin öz xalqına, özün kimi oğul verdin. Allah səni öz nurundan yaratmışdı Heydər baba. Bugün Heydər Əliyev bizimlə deyil, amma onun fiziki yoxluğu bizi ruhdan salmamalıdır. Onun ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, Azərbaycançılıq fəlsəfəsi, ideologiyası yaşayır və onun qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir. Və hamımızın borcudur ki, biz doğma vətənimizi onun yolu ilə irəliyə aparaq. Hamımızın borcudur ki, onun siyasətini yaşadaq, Azərbaycanı gücləndirək və onun istədiyi kimi, onun yolu ilə gələcəyə aparaq. Heydər Əliyev hər zaman bizimlədir. Və bugün burada biz bir balaca yekunlaşdırırıq birinci hissəni. Keçid alacağıq uşaqlarımızın doğrudan da Heydər Əliyevin sayəsində hüquqlarını bilməyi, öz sözünü deməyi, sərbəst fikir ifadə etməyi və digər onlara verilən sərbəstlikdən necə bəhrələndiklərini görməyə. Və keçiddən əvvəl qeyd edeyim ki, sevindirici haldır ki, bizim məktəbimizin 11-ci sinif 2 şagirdi səhv eləmirəmsə, öz könüllü olaraq müraciət etdilər ki, mən keçmək istəyirəm, Azərbaycan Partiyasının üzvü olmaq istəyirəm. Bu bizim üçün artıq doğrudan məktəbimiz üçün sevindirici haldır və inanıram ki, bu cür gənclərin sayı gün-gündən çoxalacaq və bu göz qabağındadır. Çox sağ olun və növbəti hissəmizə buyurun baxaq. Sizə Azərbaycanın bütün uşaqlarına, bütün gənclərinə sağlam həyat və xoşbəxt gələcək arzulayıram.
Bəşər tarixində elə böyük mütəfəkkir, filosof tapmaq çətindir ki, o, hüquq, onun mahiyyəti barədə fikir söyləməsin. Hüquqla bağlı suallara insanlar həmişə cavab axtarırlar. Müxtəlif dövrlərdə hüquq və onun mahiyyəti müxtəlif cür şərh edilsə də, bir həqiqət bütün dövrlərdə etiraf edilib ki, hüquq ictimai qayda, nizam deməkdir. Müasir dövrdə hüquq insan azadlığının ölçüsü kimi qəbul olunur. Yəni, insan öz hüquqları çərçivəsində azaddır. Eyni zamanda insan öz haqqını dərk etməklə azadlığını əldə edir. Öz hüquqlarının tanınmasına, onların qorunmasına, təminat verilməsinə isə bəşər övladı uzun mübarizələrdən sonra nail olur. Və bugün də o mübarizə dayanmayıb. Odur ki, bizim hər birimiz öz haqlarımızın həyata keçməsi uğrunda mübarizə aparmalıyıq. Eşitdiyi, amma bəzən çoxlarının fərqinə varmadığı bir anlayışdır. Nədir insan haqları? İnsan haqları hər bir insanın sadəcə insan olduğu və doğulduğu andan ona məxsus olan hüquq və azadlıqlardır. İnsan haqları yüzilliklər boyu müxtəlif dinlərdən tutmuş beynəlxalq sənədlərə qədər ifadə olunur. Bir sıra əsas dinlərdə insan haqları fərqli sözlərlə ifadə olunsa da, mahiyyət etibarilə eyni mənanı əks etdirir. Məsələn, İslama görə özünə rəva bildiyini qardaşına rəva bilməyən birisi inanclı sayıla bilməz. Xristianlıqda isə başqalarının sənə etmələrini rəva bildiyin şeyləri sən də onlara et deyilir. O şeylər ki, səni incidər, onları başqalarına etməkdən çəkin. Bu ifadəyə Budizmdə rast gəlinir. Yudaizm isə sənə edilməsinə nifrət etdiyin şeyləri başqalarına etmə deyir. Bütün bunlar ayrı-ayrı dinlərdə insan haqları üzrə yüzilliklər öncə əks olunan ən əsas prinsiplərdir ki, bunlara bəzən qızıl qaydalar da deyilir. İnsan haqlarının tarixi hələ eramızdan əvvələ təsadüf etsə də, daha sistemli şəkildə bizim erada yavaş-yavaş əks olmağa başladı. Bir sıra ölkələrin daxilində müxtəlif haqları nəzərdə tutan müəyyən yazılı sənədlər yaranmağa başlasa da, bu sənədlər daha çox həmin cəmiyyətlərin yüksək təbəqələrinə şamil olunurdu. 13-cü əsrə təsadüf edən Magna Carta buna misal ola bilər. Lakin 20-ci əsrin ortalarında vəziyyət xeyli dəyişdi. İkinci Dünya müharibəsində milyonlarla insan məhv olduqdan sonra dünya bir daha bu dəhşətin təkrarlanmaması üçün insan haqlarının qorunması istiqamətində ilk önəmli addım atdı. İnsan hüquqları üzrə universal bəyannamə qəbul olundu. Bununla bərabər həm də insan hüquq və azadlıqlarını özündə əks etdirən bir sıra regional müqavilələr imzalandı ki, bunlardan Azərbaycan üçün ən əhəmiyyətlisi insan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasıdır. Biz hər bir insanın bilməli olduğu ən önəmli haqlar hansılardır? Gəlin onları yada salaq. Sən doğulduğun andan etibarən azadsan və eyni şəkildə davranmaq haqqına sahibsən. Sənin azad və təhlükəsiz şəraitdə yaşamaq haqqın var. Heç kim səni qul edə və ya səninlə qul kimi davrana bilməz. Heç kim səni işgəncəyə, pis rəftara, insan ləyaqətini alçaldan rəftara məruz qoya bilməz. Sənin ləyaqətin toxunulmazdır. Hər kəs qanun qarşısında bərabərdir. Qanunda nəzərdə tutulmuş bütün haqlar heç nədən asılı olmayaraq hər kəsə eyni dərəcədə şamil olunur. Bir şəxsin digərindən üstün olmaq kimi haqqı yoxdur. Sənin ədalətli məhkəməyə haqqın var. Heç kim məhkəmə tərəfindən təqsiri sübut olunmayana qədər səni cinayətkar saya bilməz. Buna təqsirsizlik prezumpsiyası deyilir. Heç kim qanunsuz səbəblərlə həbs oluna, həbsdə saxlanıla və ya ölkəsindən xaric edilə bilməz. Heç kim səni törətmədiyin cinayətə görə həbs edə bilməz. Sənin şəxsi həyatının qorunması hüququn var. Heç kim sənin özəl həyatına müdaxilə edə, şəxsi məktublarını oxuya bilməz. Sənin öz ölkəndə maneəsiz hərəkət etmək haqqın var. Sən istədiyin vaxt başqa ölkəyə gedə və daha sonra yenidən öz ölkənə qayıda bilərsən. Hər kəs qanunla müəyyən olmuş yaşda azad nikah haqqına malikdir. Heç kim səni zorla nikaha məcbur edə bilməz. Sənin mülkiyyət haqqın var və heç kim səni qanuni sahib olduğun mülkiyyətdən məhrum edə bilməz. Sənin vicdan azadlığı haqqın var, yəni sən istədiyin dinə və ya inanca sahib ola və bu inancı təcrübə edə bilərsən. Heç kim səni dini görüşlərinə görə təqib edə bilməz.
Sənin fikir, düşüncə azadlığın var. Sən öz fikrini ifadə etmək azadlığına sahibsən. Hər kəsin dinc toplaşmaq və birləşmək azadlığı var. Kimsə zorla hər hansı qrupa daxil edilə bilməz. Öz ölkənin siyasi fəaliyyətlərində iştirak etmək, istədiyin siyasi partiyaya üzv olmaq, seçkilərdə həm aktiv, həm də pasiv şəkildə iştirak etmək haqqın var. Sənin yaşadığın ölkənin mədəni hadisələrində iştirak etmək haqqın var, işləmək haqqın var, sənin təhsil almaq haqqın var. Bu haqların qorunması isə birbaşa dövlətin vəzifəsidir. Sadamdan bütün haqlar cinsindən, irqindən, dilindən, siyasi baxışından, dinindən, maddi durumundan, fərqli sosial qrupa aidiyyatından asılı olmayaraq hər kəsə məxsusdur və heç kim bu haqlardan sadalanan səbəblərə görə məhrum edilə bilməz. Bu haqlar bölünməz haqlardır və biri digərindən üstün ola bilməz. Bu deməkdir ki, bütün haqlar eyni qaydada qorunmalı və biri digərini istisna etməməlidir. Öz haqlarını bil və hər hansı formada pozulmasına imkan vermə. Əslində insan haqlarına hörmət elə cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz, zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı var. Bu qayğını elə göstərmək lazımdır ki, heç bir uşaq kənarda qalmasın. Yaddaş məktəbindən düşüncə və təfəkkür məktəbinə keçib, uşaqlara fərqli yanaşmanı tələb edir. Təsadüfi deyildir ki, son illər müəllimlər tərəfindən də məhz uşaqlara şəxsiyyət kimi yanaşılır. Uşaqlara yüksək səviyyəli bilik verərkən, onlara vərdiş və bacarıqlar öyrədərkən özləri də unudulmamalıdır. Yəni, böyüklərin vəzifəsi təkcə uşağı öyrətmək, ona tərbiyə vermək,
Uşaqların borcu isə öyrənmək, sözə baxmaqdan ibarət deyildir. Unutmayın ki, artıq qarşınızda yeni bir şəxsiyyət yetişir və formalaşır. Bu sivil yanaşma isə birdən-birə deyil, tədricən, illərin sınavından keçərək özünü təsdiq edir. Bir zamanlar ölkəmizdə maarifçiliyin, elm və təhsilin mahiyyətini dərk etməyən insanlar çoxluq təşkil edilir. Belə ki, cəhalətin, mövhumatın hökm sürdüyü belə dövrlərdə təbii ki, heç bir uşağa şəxsiyyət kimi yanaşmadan söhbət gedə bilməzdi. Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan xalq şairi Mirzə Ələkbər Sabirin inqilabi demokratik poeziyasına ötəri də olsa istinad etməklə vaxtilə yaşanan bu cür çatışmamazlıqlara qısaca nəzər salır. Gəlmək olar? Gəl. Salam Ayziyan, necəsən? Oy, Ayəsin müəllim, sən hara, bura hara? Belə salam, 5 də artıq. Xoş gəlmirsən, həmişə sən gəlirsən. Hə, tanış ol. Bu balaca da mənimdir. Bu yaraşıqlı oğlan da böyük oğlandır, qoçu bala. İnan ki, onun qorxusundan bu yerlərdə hamı tepkilir. Hə, lap yaxşı, Allah saxlasın. Mən bura bir məsələ üçün gəlmişəm. Bu barədə bir neçə dəfə sizə deyilim. Əşi, bir dayan görüm, nə məsələ? Bu uşaqları göndərib, ucuzdan zaxdan kəssinlər, bir əməlli oxturub yiyibcə yer. Ay arvad, samolara otursaq, qonağımız var. Ay kişi, ay xanım, valla heç nə lazım deyil, zəhmət çəkməyin. Qulaq as gör, sənə nə deyirəm? Gəlsənə bu qədər inatgar, tərs olmayansan, məktəb məsələsini deyiləmi? Bu uşağın taytuşları artıq 4-cü sinifi bitirir bu il. Gəl razılaş, uşağı məktəbə gətir. Nə? Mən də deyirəm, nə deyilsə deyirəm. Adama sözü necə dəfə deyərlər axı. O gün Vüsal müəllimə gəlmişdi. Onu da başa saldım ki, bizim nəsildə hələ əldə kitab dəftəri olmuyor. Mən özüm də məktəbə getməmişəm. Nə olub mənə? Olmaz. Xahiş edirəm, mənə hövsələdən çıxarmayın. Bir də ki, oğul mənimdir əgər, oxudmuram, əl çəkin. Eyləməyin dəngə. Tutmuram, əl çəkin. Gərçi bu bədbəxt özü elmə həvəskardır, kəsb-i kəmal etməyə, səyi dəxi vardır. Məncə bu işlər bütün şivə küfardır. Dinə zərərdir, zərərdir. Oxutmuram, əl çəkin. Eyləməyin dəngəsə. Oxutmuram, əl çəkin. Dədə, ay dədə, nə olar? Mən də qoydam məktəbə. Mən də başqaları kimi məktəbdə oxumaq istəyirəm. Eyləmərəm rəhmanın gözdən axan yaşına. Baxsın özündən böyük, öz qoçu qardaşına. Da, nəsə problem var, həll edək. Uşaq bizimdir əgər, dəxli nədir sizlərə? Əşi kim sizi qəyyum edib, hökm edəsiz bizlərə? Yatmaram əsla belə, dinə dəyər sözlərə. Bir kərə qan müxtəsər, oxutmuruq, əl çəkir. Eyləməyin dəngəsər, oxutmuruq, əl çəkir. Ay arvad, sən kəs səsini, mağlan yerdə gəlirsən danışmıyorsan. Ged ondan səqara qızma bişdi şöyle. Əşi, siz Allah sakit olun. Əsəbləşmək nəyə lazım ki? Sakit durub söhbət. Əgər bir də balalarımız təhsil alır, elmli bilicli olsalar, həm fikirləri, həm də gələcəkləri daha parlaqlar. Yəni, inanın mənə. Bəsdir, cəhənnəm olun, bunca ki aldatmışsınız. Gör neçə ildir tamam, dinimi aldatmışsınız. Sevgili övladımı kafirə oxşatmışsınız. Satmaram öz əqlimi, siz kimi laməsəbə. Razıyam oğlum gedər, qəbrə, nə ki məktəbə. Məktəb adını çəkmir, əl-həzər, ondan həzər. Eylənməyin dəngəsər, oxutmuram, əl çəkin. Bəsdir o bildikləri, kaş onu da bilməsəm. Canıma olsun fəda, bir də üzü gülməsəm. Ta ki o zehnindəki fikirləri silməsəm. Sanma ola bəxtəbər, oxutmuruq, əl çəkin. Eyləməyin dəngəsər, oxutmuruq, əl çəkin. Vallahi siz düz fikirləşmirsiniz. Bax, əgər elə siz özünüz də vaxtında elmlə məşğul olsaydınız, məni çox yaxşı başa düşərdiniz. Deyir ki, oxutmuruq da. Mən oxumadım, gələcəyim qaranlıq oldu. Məni vadar etməyin də, qolunuzdan tutun atın bayrağı. Çıxın gedin, bir də gözünüz görməsin sizi. Taleyini yazmaq əlində olsaydı, küçədə yox, ailədə olardı. Ailə qurmaq qismətdir deyib, taleyimi istədikləri kimi yazırlar. Valideynlərimi seçmə haqqım
yaxşıdır, amma istismar olmaq istəmirəm. İşdə yox, məktəbdə olmaq istəyirəm. Üstədə yox, ailədə olmaq istəyirəm. Zorakılıq yox, sevgi istəyirəm. Erkən nikah istəmirəm. Uşaqlar gələcəyimizin qayğısına qalaq. Hüquqlarımızı öyrənək və öyrədək. Uşaq hüquqları haqqında qanuna və ailə məcəlləsinə əsasən uşaq dedikdə 18 yaşına çatmamış və hələ tam əmək qabiliyyəti əldə etməmiş şəxslər başa düşülür. Hələ erkən yaşlarından uşaqların öz hüquqları barədə məlumatlandırılması isə cəmiyyət və dövlət üçün yararlı olan vətəndaşların yetişdirilməsi baxımından olduqca vacibdir. Demək olar ki, bütün dünyada qəbul edilən Uşaq Hüquqları Konvensiyası 54 maddədən ibarətdir. Onların hər biri ayrı-ayrı hüquqlar haqqında məlumat verir. Bütün hüquqlar şərti olaraq 4 geniş kateqoriyaya bölünə bilər. Birinci qrup yaşamaq hüququ. Bu qrup uşaqların yaşamaq hüququnu və bunun üçün zəruri olan tələbatları əhatə edir. Buraya müvafiq həyat standartları, sığınacaq, qida və tibbi yardım almaq imkanları daxildir. İkinci qrup inkişaf hüququ. Bu qrup özünün ən yüksək inkişaf potensialına malik olmaq üçün uşaqların ehtiyacı olduğu şeylərdən ibarətdir. Buraya təhsil hüququ, oyunlar, asudə var, mədəni fəaliyyət, habelə söz, vicdan, dini əqidə azadlığı daxildir. Üçüncü qrup müdafiə hüququ. Uşağın pis rəftardan, hörmətsiz münasibətdən və istismardan müdafiəsini təmin edən məsələləri əhatə edir. Bu qrupa qaçqın və məcbur köçkün uşaqlarına xüsusi qayğı göstərilməsi, silahlı münaqişələrə cəlb edilməsi, narkotik maddələrdən istifadə və uşaq əmək kimi məsələlər daxildir. Dördüncü qrup iştirak hüququ. Fikri sərbəst ifadə etmə, öz həyatı barəsində rəy söyləmə, ictimai təşkilatlara qoşulma, dinc yığıncaqlar keçirmə. Bu hüquqlar qrupu uşaqlara qabiliyyətləri çatdığı qədər cəmiyyət həyatında iştirak etmə imkanı verir, onlarda fəal vətəndaş mövqeyi formalaşdırır. Hər il 5 yaşına çatmamış 11 milyon uşaq dünyasını dəyişir. 10 milyonlarla uşaq isə yaşamaq və inkişaf etmə imkanı olmayan fiziki və ruhi xəstə olur. BMT-nin Uşaq Fondu ana vətnindən yeniyetmə yaşına qədər uşaq sağlamlığının bütün sahələri üzrə geniş işlər həyata keçirir. Fond həmçinin qidsə yoluxmuş uşaq və qadınların normal həyat şəraiti ilə təmin edilməsinə imkan yaradır. Ümumdünya Uşaq Hüquqları Günü 1954-cü ildən etibarən BMT-nin Baş Assambleyası tərəfindən tövsiyə olunan bayramdır. Qeyd edək ki, həmin vaxtdan 30 il öncə ilk dəfə olaraq 1924-cü ildə uşaqların hüquqlarını təmin edən bəyannamə qəbul edilib. Bu bəyannamədə deyilir, bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin. BMT tərəfindən 1959-cu ilin 20 noyabrında Uşaq Hüquqları bəyannaməsi, 1989-cu ildə isə Uşaq Hüquqları Konvensiyasının qəbul olunması isə sözsüz ki, uşaqların mənafeyinə xidmət edir. Konvensiyanın məzmunu, onun əsas ideyası, uşaq şəxsiyyəti, mühüm prinsipi irqi ayrı seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dərsinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əlillik və ya hər hansı başqa hallardan asılı olmayaraq öz hüquqlarına istifadə etməlidirlər. Gəlin etiraf edək ki, hətta bu qanunların qüvvədə olduğu bugünkü dövrdə belə bəzən uşaqları söz demək hüququndan məhrum edənlər yenə tapılır. Elə gündəlik həyatımızda da belə hallarla rastlaşmamış deyilik. Necə deyərlər, əşkir uşaqsan, otur uşaq yerində və bu kimi yanaşmalar əlbəttə ki, heç də ürək açan deyil. Meyvə-tərəvəz dükanında satıcı piştaxta arxasında iş başındadır. Mağazaya müştərilər daxil olur. Sıradakı kimdir? Gələm, qardaş. Nə istəmişdiniz? Hələ ki, baxıraq. Bu an balaca bir uşaq qaçaraq mağazaya daxil olur və qadınları itələyərək özünə yol açmağa çalışır. Əmi, ay əmi. Görmüsən iki xanım aşıqlan götürdü sırası. Əmi, sizə çox fazla söz deməliyəm. Çıxarma da Ayşah, mədəniyyətin olsun. Bir şuna şarkı çəkinlər. Bir dakika. Ayşah, beğenmədim ya. Görəsən Ayba deyil ki, uşaqlar verir. Hayır,
deyirdi o zamanın uşaqları? Ay deməyi, gözləmirlər elə birinci olmaq istəyirlər. Zamanın uşaqlarında. Neçə yaşın var sənin? 13. Ay balaş, çəkməyəm. Ay baba, 10 yaşım var. Bizi yaşlı xanımaya tədib edəcəksin. Ayıb deyil sənə. Məcbur edin işlər. Uşaqlar gözləməyə bacarmalıdır. Bizdən önə keçə bilərsən, itələyib. Heç mənim nəvələrim belə deyil. Adın nədir sənin? Hüseyin. Mərdəkəndə yaşayırsan, hə? Bəli, xanım. Ayda görürəm səni. Ananı da tanıyıram. Dayan. Səndən ona danışacağım. Sadəcə istəyir. Danışdığım bəs sizə dəvə qalır. Başımız ağrıdı ki, sən Allah kartofunu vermən gedir. Buna bax, imkan verməz. Qadının kartofunu verib yola salırlar. Qadın tez-tez baxır, mağazadan çıxır. Sıradakı kimdir? Üzü istəyirəm. Ay qardaş, yarım kilo soğan ver. Onlar yaxşıdır, səsə gətirmişəm. Ay qardaş, bu balacası olanı yoxdur. Var maşındadır, gətirin. Zəhmət deyilsən. Satıcı mağazadan çıxır və heç yarım dəqiqə keçməmiş qaçaraq geri qayıdır. Soğanım yoxdur, 3 yeşik soğanım getdi. Mən nə edəcəm? Əmi, maşınınızın yanında 2 adam yanmışdır. Qapının kilisi asıb soğanlara apardılar. Bu niyə demirsən? Bayaqdan demək istəyirəm də, qoyduz ki, o Eyb yoxdur, ay qardaş. Almamıza vermədi, vaxtımız daha doğru. Bütün insanlar kimi uşaqların da söz demək, fikrini bildirmək hüququ var. İmkan verək, uşaqlar da danışsın. Tarix boyunca baş vermiş bir sıra müharibələr zamanı uşaqlardan hərbi əməliyyatın gelişində fəal şəkildə istifadə edilmişdir. Bir çox dini və mənəvi dəyərlərdə uşaqlardan bu məqsədlə istifadə edilməsi qadağan edilsə də, 1970-ci ildə qəbul edilən uşaqlardan hərbidə istifadənin dayandırılması barədə konvensiya qəbul edilsə də, belə halların sayı azalmamışdır. Nəhayət, 1989-cu ildə BMT tərəfindən qəbul edilən Uşaq Hüquqları Konvensiyasına əsasən müharibə aparan tərəflər 15 yaşından aşağı uşaqların hərbi əməliyyatlardan kənar tutulması ilə bağlı öhdəlik daşıyır. Ulu Öndər Heydər Əliyev 1994-cü ildə Uşaq Hüquqları Konvensiyasını imzalamışdır. Bununla da Azərbaycan uşaqlarının haqq səsi dünyanın digər uşaqlarının səsinə qoşulmuşdur. Həmçinin ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ hüquqi aktlarla tənzimlənir. Bu sayədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının qanunudur. 45 maddədən ibarət olan bu qanun bir sıra beynəlxalq sənədlərlə, xüsusilə BMT-nin Uşaq Hüquqları Konvensiyası uyğun şəkildə hazırlanaraq, uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir.
keçirilməsində məsul əsas mərkəzi icra orqanı, ailə, qadın və uşaq problemləri üzrə dövlət orqanıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların dəstəyi ilə həmçinin kövrək qruplara aid olan uşaqların problemlərinin həll edilməsi istiqamətində mühüm tədbirlər görür. Dövlətin xüsusi qayğı göstərdiyi belə kövrək qruplara aşağıdakılar daxildir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar, küçə uşaqları, qaçqın və məcburi köçkün uşaqlar, qanunla ziddiyyətdə olan, yəni təcridxanalarda yerləşən uşaqlar, fiziki və əqli qüsuru olanlar və s. Bəli, Azərbaycanda uşaq siyasətinin əsası ümumi lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan bu öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrin sağlamlığı, onların yaxşı təhsil və təlim tərbiyə alması, vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümumilli liderin daim diqqətində olmuşdur. İnsan öz həyatının mənasını və gələcəyini uşaqlarda görür. Uşaqlar hər bir ailəyə xoşbəxtlik bəxş edir. Uşaqlar cəmiyyətin gülüdür, çiçəyidir. Uşaqlar hamımızın həm bugünüdür, həm də gələcəyidir. Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uşaq hüquqları müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin tarixində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Beləliklə, bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Bəs görəsən, uşaqlar özlərinizə öz hüquqları barədə nə dərəcədə məlumatlıdırlar? Böyüklərin uşaqlara verdiyi ən məşhur sual, böyüyəndə nə olmaq istərsən sualdır. Düzdür, biz bu sualı uşaqlara verəndə əksəriyyətindən eyni cavab alırıq. Onlar ya həkim olmaq istəyirlər, ya polis, ya da ki müəllim. Lakin mən özüm gələcəkdə jurnalist olmaq istəyirəm. Və bugün vacib bir məsələni araşdıran jurnalist kimi Çiçəyə belə bir suala müraciət edəcəyəm. Mənim başqasına yox, məhz Çiçəyə müraciət etməyimdə səbəb odur ki, onun gələcəklə bağlı planladığı sənət bizim məhz bugünkü mövzumuzla əlaqəlidir. Məni isə bugün daha çox uşaqların hansı sənəti nəyə görə seçdiyi maraqlandırır. Salam Çiçək, zəhmət olmasa qonaqlara özünü təqdim et. Salam, İsmailov Çiçək, 14 yaşım var. 123 nömrəli məktəbin 8B sinifində oxuyuram. Böyüyəndə nə olmaq istəyirsən? Hüquq sahəsini çox sevirəm və gələcəkdə bu işlə məşğul olmaq istəyirəm, hüquqşünas. Maraqlıdır. Nəyə görə başqa sənəti yox, məsələn hüquqşünaslıq seçmirsən? İnsanları qorumaq, onların hüququnu anlatmaq üçün. Yaşım az olsa da oxuduqlarıma, eşitdiklərimə və müşahidə etdiklərimə nəzərən belə bir nəticəyə gəldim ki, cəmiyyətdə baş verən problemlərin əsas səbəbi insanların öz hüquqlarını bilməməsidir və bu məsələ məni çox düşündürür və narahat edir. Hüquqşünas olmaq üçün nə etmək lazımdır? Əlbəttə ki, təhsil almaq, yüksək dünyəvi fikirlərə və biliyə malik olmaq lazımdır. Deməli, hüquqşünas olacaqsan. Bəs sən insanların hansı hüquqlara malik olduğu haqda nələr bilirsən? İnsanlar yaşamaq, müxtəlif peşələri yiyələnmək hüququ vardır. Sənə hüquqlarını kim öyrətməlidir? Məktəbdə müəllimlərim, evdə isə valideynlərim. Bəs bu vaxt ərzində nələr öyrənmirsən? Mən öz hüquqlarımı bilirəm. Biz uşaqlar yaşından, irqindən, cinsindən asılı olmayaraq eyni hüquqa malikik. Sənin hansı hüquqların var? Mənim yaşamaq, təhsil almaq, müdafiə, iştirak və s. kimi hüquqlarım var. Yaşamaq hüququ dedikdə nə başa düşürsən? Sağlam mühitdə sağlam yaşamaq. Bəs yaxşı, təhsil almaq hüququnu necə izah edə bilərsən?
Bu inkişaf hüququdur. Təhsil şəxsiyyətin əqli və fiziki qabiliyyətini mümkün dərəcədə inkişaf etdirilməsinə yönəldilməlidir. Deməli belə, bəs yaxşı, fikir ifadə etmək hüququ barədə nə deyə bilərsən? Məsələn, lap kiçik yaşlarımda evdə nəyisə sındırardımsa, bu zaman valideynlərim məni cəzalandırmaq istəyirdi. Lakin bundan qabaq mən məsələnin necə baş verdiyini ona başa salmalıydım. Ümumiyyətlə isə hər hansı bir məclisdə, toplantıda, sinif daxilində mən öz fikrimi azad və sərbəst şəkildə ifadə etməyi bacarmalıyam. Deməli belə Çiçək, sən öz hüquqlarını çox yaxşı bilirsən. Afərin. Bəs yaxşı, sənin rəfiqələrin var. Səncə onlar da sənin kimi öz hüquqlarını yaxşı bilirlər? Bəli, mənim çoxlu rəfiqələrim var, lakin onlar heç hamısı öz hüquqlarını bilmirlər. Sən öz hüquqlarını yaxşı bilsən, onlara da öyrədərsən? Bəli, onlara da öyrədəcəm ki, gələcəkdə hüquqlarımızın tapdalanmasının qarşısını alaq. Digər uşaqlara nə arzu edirsən? Onlar da öz hüquqlarını öyrənsinlər. Bir də deyim ki, yolda gəzərkən öz yaşadığımda uşaqları görürəm ki, onlar ya burada işləyir, ya da yaşayırlar. İstəyirəm ki, onlar da təhsil etsinlər. Bəs yaxşı, son olaraq nə demək istərsən? Bir fikrim var, bu yalnız mənim deyil, digər uşaqların da fikri və istəyidir. BMT-nin uşaq hüquqları haqqında konvensiya və Azərbaycanda qəbul olunmuş uşaq hüquqları haqqında qanunların bütün maddələri əks olunmuş buklet və ya kitabça şəklində bir vəsait hazırlansın və bütün uşaqlar paylansın. Bununla da biz öz hüquqlarımız barədə maariflənmiş olarıq. Deməli belə Çiçək, sənin müsahibə çox maraqlı oldu. Çox dəyərli və maraqlı fikirlər söylədin. Elə təklifi də çox önəmlidir. Biz hamımız bunu istəyirik. İnşallah sənin təklifin həyata keçər. Və həmçinin mən arzu edirəm ki, sən gələcəkdə layiqli bir hüquqşünas olacaqsan. Sənə də uğurlar. İnşallah sən də gələcəkdə layiqli bir jurnalist kimi yenə mən sənə müsahibə verərəm. Gələcəyiniz olan uşaqlara hüquqlarını öyrənərək böyüdün. Əziz valideynlər və müəllimlər. Hüquq deyəndə söhbət hər hansı qayda qanuna gedəcək. Böyüklərdən öyrənmişəm ki, ağıllı uşaqlar qaydalara əməl edirlər. Əgər qaydalara əməl edirsənsə, deməli, hərəkətlərindən də nümunəvi olacaqsan. Arzu edirəm ki, bütün dünyada Azərbaycanlı uşaqları ağıllı, savadlı əməlləri ilə tanınsınlar və onları xoş sarığı hər tərəfə yayılsın. Əziz valideynlər və müəllimlər, siz də uşaq olmuşsunuz. Razılaşın ki, uşaqlar daha çox sevgi və qayğı istəyirlər. Odur ki, onları sevin, onları qoruyun.
o dəyərli vaxtınızdan, o qiymətli dəqiqələrinizdən bu uşaqlara baxmağa vaxt ayırdığı üçün sizə təşəkkür edirəm ayrı-ayrılıqda. Amma çox xahiş edirəm ki, bir neçə dəqiqədə səbr edin, çünki onların sizə deyəcəkləri var. Onlar məhz sizlərlə bir yerdə bəzi məsələləri müzakirə eləmək istəyirlər. Uşaqlar, necə deyirlər, sərbəst fikir edə bilmir. Gəlirlər, söz ehtiyatları çox idi. Allah'a kəmalı, amma sanki çəkinirlər. Demək ki, söz ehtiyatları olmadı, sərbəst fikirlərini bildirə bilmirdilər. Bunlarda da, onlarda da cəsarət də yaranır, geri qalırlar. Ona görə biz istəyirik ki, bütün uşaqlara kömək edək. Hamımız birlikdə, necə deyirlər, əlbir olaq, bu günlərə qədər də gəlib çıxaq, həmişə birlikdə olaq. Şimdi istəyik ki, uşaqlara kömək edək. Sinif yoldaşım da Elmira qeyd elədiyi kimi, uşaqların bəziləri sərbəst fikir söyləyə bilmir və onlar hər dəfə özləri geri çəkirlər təşkil işlərində və sərbəst fikir söyləməməkdə nəticəsi gələcəkdə uşaqları öz seçimində başqalarının müdaxiləsinə gətirib çıxarır. Belə ki, uşaqlar, hər bir uşağın öz sözləmə haqqı vardır və o gələcəkdə istədiyi, ürəkdən istədiyi bir peşəni seçmək istədikdə valideynlərin, dostların o seçimə müdaxiləsi olur. Məncə bu düz fikir deyil, sadəcə onlar məsləhət, düz yol göstərə bilərlər. Müdaxilə eləmək məncə haqları yoxdur. Çünki o uşağın öz içindən gələn fikridir və əsasən bu seçimlər şəxsi həyatda, dost seçimində və gələcəkdə sənət seçimində olur. Və əgər uşaq əvvəldən düz yolu seçibsə, bu düz yolun yolçusudursa, valideynin məncə ona məsləhət verməyə da ehtiyacı yoxdur. Çünki o gələcəkdə gözəl bir peşə sahibi ola bilər. Lakin gələcəkdə əgər uşaq əvvəldən səhv yol seçibsə, valideyn onu düz yola yönəldə bilər. Sərbəst fikir söyləyə bilməmələrinin kökündə ayrı seçkilik dayanır, fikirdə. Təəssüf ki, uşaqlar həm məktəblər, həm evlərində ayrı seçkiliyə məruz qalırlar. Valideynlər oğlan uşağına, qız uşağından üstün tutur və yaxud da məktəbdə yaxşı oxuyan şagirdə həmişə önə çəkib, zəif oxuyana arxada qoyduqlarında onların gələcəkdə həyatına mənfi təsir göstərir. Öz sözlərini deyə bilmirlər və yaxud da müqayisə etmək onların həyatında mənfi təsir göstərirlər. Hər hansısa bir uşağı başqa uşağı örnək göstərmək, onunla onu müqayisə etmək, onun sərbəst fikir söyləməsinə də qarşı sala bilər. Məsələn, gələcək zamanlarda ona deyirlər ki, bax, öz fikirlərini görmək gözəl ifadə edə bilir, sənsə kənarda deyəmsən. Elə bunun öz günahkarı da onlardır. Uşaq vaxtlarında o suallarına cavabsız qalmasaydı, onun fikirləri dinlənsəydi, gələcəkdə. Məndən öncə sinif yoldaşlarımın söylediği kimi, valideynin uşağın həyatında çox bir rolu vardır. Lakin valideyn təkcə deyil, müəllimlərin də, məktəbdə müəllimlərin də bunda çox böyük rolu vardır. Yəni sinifdə hər hansı deməli biz hələ balaca olarkən sinifdə nə etdiyimizi bilmirik. Lakin artıq böyüdükcə biz bilikləri yiyələnirik və bəzilərimizin də bacarığı olur. Məsələn, bəziləri sinifdə yaxşı rəsm çəkir, bəziləri yaxşı tikir və bunlar da müəllim görür və onların daha da inkişaf etməsinə, daha da irəli getməsinə onlara şərait yaradır. Bundan başqa sinifdə yaxşı oxuyan uşaqlar da olur və bunu da müəllim görür. Bunlara daha da kömək edir, dərsləri daha yaxşı qavramasına yardım göstərir və onlar da artıq daha yaxşı irəli gedirlər və artıq yetkin yaşa çatdıqda çox böyük bir şəxsiyyətə çevrilirlər, şəxsiyyətləri çevirməyə başlayırlar. Bundan başqa hər bir müəllim öz uşağı, öz şagirdi çox yaxşı öyrətməyə çalışmalıdır, onun dərsi daha yaxşı qavramasına çalışmalıdır. Bundan başqa hər bir şagird də öz müəlliminə hörmət etməli, onların həmişə danışdığı dərsi, onlara dərindən öyrətdiyi dərsi həmişə yaxşı qavramağa çalışmalıdır. Rəftar uşaqların beynində psixoloji təsirə böyük rolu var. Uşaqlar danışarkən sən kəs səsini, sən də balacasan deyə onlarla çabuk danışırlar. Buradan bir sual ortaya çıxır ki, uşağın söz demək hüququ yoxdur müəyə. Təbii ki, hər bir uşağın söz deməkdə fikir bildirmək hüquqları vardır. Belə müəllimlər də var ki, zəif oxuyan uşaqlarla biraz çabuk danışırlar.
Əslində bu da onlarda həvəssizlik yaradır. Elə uşaqlar da var ki, müəllimlərə qarşı çox laqeyddirlər. Onlara da tövsiyə edərdim ki, düz yola gəlsinlər, dərslərini oxumağa davam etsinlər. Uşaqlarda psixoloji durumda pis danışsa onlarla evdən getmə, həyatdan bölmə və ölüm nəticələrinə bilərdir. Siz nə düşünürsünüz bizim danışdıqlarımız haqqında? Maşallah siz hüquqlarınızı o qədər gözəl bilirsiniz ki, artıq biz onları dəstəkləməkdən və təsdiqləməkdən başqa yolumuz yoxdur. Çox sevinirəm ki, uşaqlarımız hüquqlarını bilir. Hüququnu bilməyən bir şəxsiyyət mənə elə gəlir ki, gələcəkdə heç nə məzun ola bilməz, hətta şəxsiyyət ola bilməz. Çünki hüquqlarını bilməyən insan mənə elə gəlir ki, qarşısına hədəf qoya da bilir. O dənizdə yelkənsiz gəmiyə bənzəyir, külək hara itələsə, ora gedəcək. Amma çox gözəl ki, siz bu yaşlardan hüquqlarınızı bilirsiniz və hüquqlarınıza doğru, gələcək arzularınıza doğru gedirsiniz. Amma mən bir şey istəyərdim ki, siz hüquqlarınızı bildiyiniz qədər vəzifələrinizi də biləsiniz. Bayaqdan siz hüquqlardan danışırsınız. Siz yaşda gənclərin, yeniyetmələrin vəzifələri nədir? Onları da bilirsinizmi? Yəni, uşaq hüquqları konvensiyasını bu qədər mənimsəyən uşaq, mənə də gəlir ki, orada uşaqların vəzifələri deyilən müddət də var. Onu da mənimsəmisiniz. Vəzifəniz nədir sizin bugün? Kim onunla? Buyurun qızım. Hər bir uşaq hüquqlarını bildiyi kimi, onun da uşaq yaşlarında olan vəzifələri vardır. Belə ki, onun vəzifələri dərslərini vaxtında oxumaq, yerinə yetirmək, atanın sözlərinə qulaq asmaq, onların düz yola yönəldir və o yolla getmək və tarixi abidələrimizi, dövlətimizi layiqli bir vətəndaş kimi böyümək. Azərbaycançılıq ideyaları ilə böyümək və Azərbaycanımızın mən indi ən indi vəzifəni deyirəm. Əlbəttə, ailədə böyük kiçiyə hörmət eləmək, yaşlarımıza hörmət etmək, kiçiklərimizə yardım etmək, məktəbdə özünü yaxşı aparmaq, dərslərini yaxşı oxumaq, bunlar bizim vəzifələrdir. Sonunda mahiyyətində nə var? Azərbaycanımıza xidmət edəcək bir əqidəli, tarixinə, kökünə, milliliyinə söykənən, ədəb-ərkən göstərən bir vətəndaşlar olmalısınız və Azərbaycanın gələcəyində sizin də öz rolunuz olacaq. Mən fürsətdən istifadə edib həmişə təşəkkürümü eləmək istəyirəm. Həm də Ulu Öndər Heydər Əliyev haqqında bu qədər gözəl bir, onun idoluna həsr olmuş gözəl bir tədbir üçün müəlliməniz Züfər xanım, böyük minnətdarımı bildirəm. Züfər xanım, gözəl nitqiniz var, gözəl şərhiniz var. Hətta mən deyərdim ki, siz bir Heydər Əliyev şünas da ola bilərsiniz. O qədər gözəl bir onun həyatından, onun deməli, fəaliyyətdə olduğu illərdən elə incə məqamları seçmişdiniz ki, mənə elə gəlir ki, bir əcnəbi qonağımız burada olsaydı belə, biz sizin tədbirinizdə Heydər Əliyevin kim olduğunu bilərdi, anlayardı. Və siz monitordan, yəni hamımız izlədik, İlham Əliyevin bir kəlamını orada getdi ki, Heydər Əliyev aramızda fiziki cəhətdən olmasa belə, onun ideyaları bugün yaşayır və biz onun ideyalarını doğrulacağıq. Və mən sizə əmin edirəm ki, bugün ölkəmiz hansı bir əlamətdar hadisənin içində yaşayır. Yəqin ki, onu bilirsiniz. Və ondan başqa Olimpiya oyunlarında, ilk Avropa Olimpiya oyunları Azərbaycanda keçilir. Və mən sizi, bu mənim öz şəxsi fikrimdə, amma mənə elə gəlir ki, 100% belədir ki, Heydər Əliyev, bugünkü Olimpiya oyunları Heydər Əliyevin vaxtında onun ideyaları olaraq gəlir. Çünki Heydər Əliyevin vaxtında şəhərimizdə, Bakının rayonlarında, əyalətlərdə Olimpiya mərkəzləri tikilirdi. Yəni artıq bugünkü Olimpiya oyunları ondan xəbər verir ki, hətta 20 il bundan qabaq hazırlaşılırdı. Bəli, bugün Heydər Əliyevin ideyaları yaşayır və onu davam etdirmək. Orada siz dediniz ki, aparıcımız dedi ki, onun davamçısı İlham Əliyevdir. Bəli. Amma İlham Əliyev də öz yerində, amma mənə də gəlir, siz hamınız onun davamçısınız. Biz hamımız onun davamçısı olmalıyıq. Çünki Heydər Əliyev haqqında müəllimə o qədər gözəl şərh verdi ki, mən bir kəlməmə valla ehtiyac yoxdur. Mən bilirsiniz, yəni rəsmi bir adam kimi demirəm, mən bu uşaqlarımıza dəstəyən bir müəllim kimi deyirəm, bir insan kimi deyirəm.
Mən bircə cümlə deyərdim ki, doğrudan da Heydər Əliyevin şəxsiyyəti danılmaz bir məhfumdur. Heydər Əliyev olmasaydı, bəlkə bugün Azərbaycanı paramparçalamışdır. Yəni, bu boşluq olan illərdə, o Azərbaycana o qədər qıcıyanlar var idi ki, bəlkə də Heydər Əliyevin nüfusu onu saxladı və mən Vəfa Quluzadənin bir kəlmə sözünü böyüklər yəqin dinləmişdi televizorda. O belə bir şey demişdi ki, Heydər Əliyev bizim eşlarımızı itirməklə bir söz sazişində borc itirməliydi. Heydər Əliyev gecə izah edir ki, mən xalqımın iradəsini əksdən gedə bilmərəm. Siz öz sözünüzü orada deyin ki, mən burada deyim ki, xalqım bunun əleyhinədir. Yəni, baxın, dövlət başçısı olsa belə yenə xalqından güc alırdı, yenə də xalqının köməyinə ehtiyacı olduğunu görürdü. Onun böyüklüyü oradaydı ki, xalqından dəstək istədi. Və bir şey də demək istəyərdim sonunda ki, siz qarşınıza ildən prioritetlər qoyun, bir hədəflər qoyun və sizin Azərbaycanın gələcəyində yeriniz hardadır? İldən elə bir plan qoymusunuz özünüzə ki, mən Azərbaycanın 10 il sonra, 15 il sonra Azərbaycanın inkişafında, onu inkişaf etdirmək üçün mənim yerim harada olacaq? Bu hədəfləri qoyun və ona doğru gedin və ona doğru gedəndə də vəzifələrinizə də riayət edin, hüquqlarınızı da müdafiə edin. Uğurlar sizin. Sağ olun. Rahman xanımla sözü ikinci sevgi vaxtınızı sərbəst fikir deməklə bağlı məclis səsinin məzmunəsi sərbəst fikir demək səsinin yarına biləcək şərəkdən danışdınız. Bir şey yada saxlayın, əgər bir işə hansı bir şəkil sərbəst fikir söyləyə bilirsiniz, onun ilk gözləyini ailələr haqqındadır. İnşallah siz də gələcəkdə validin olanda xalaza baxmalıyım. Daha çox söhbət daha çox dinlənilməli deyil. Baxın, görün, biz müəllim olaraq bir şey bilirik. Hansı uşaqlar ki, evdə fiziki təzyiqə məruz qalır, hansı uşaqlar ki, evdə psixoloji təzyiqə məruz qalır, o uşaqlar məktəbdə böyük qalır məruz qalır, öz yoldaşlarınızdan da. Hansı uşaqlar ki, evdə düzgün tərbiyə alır, onu bir tanımları necə, həm zahirən görünür ki, çox peşman olduğu məsələ. İkinci bir məsələ, ictimai işlərdə elə bilirsiniz, fəallık göstərmək asan məsələdir. Hər bizim, hər oğlun deyil. Hamıda eyni ola bilməz. Bizim bugünkü burada çıxışı ama eyni zamanda hansı bir yoldaşı şirkət edə bilmirsə, özü təsdiqlənmir. Ola bilsə ki, texniki cəhətdən, hər hansı bir işi görməkdə onlar da kömək edirlər. Fikirləşmir ki, hamı eyni səviyyədə ola bilər, hamı eyni səviyyədə ola bilməz. Siz bu sahada bacardınız, ama yoldaşlarınızın da növbəti bir tədbirdə, hər hansı bir iməzlik keçirləndə bir başqa bir şey, onlar da o sahada. O da bir-birinizlə qarşılıqlı hörmət əsasında yanaşmalısınız və şərt qoymalısınız deyirsiniz ki, mənim fikirləşdiyim kimi. Hər bir yoldaşı bir insanlar biri-birinə hörmət qoyarlarsa, sizə onların hüquqlarına da hörmət qoymuş olur. Oturanlar falan çox gözəldir. Hüquqları bilmək lazımdır, şərt. Çox gözəl izah edirsiniz. Amma vəzifələrinizi də bilməz. Birinci növbədə bu ölkəyə müstəqil fikir, bugünkü təhsilimizin şərti budur. Müstəqil düşünən, müstəqil fikirləşən və fikirlərini sərbəst istifadə edən vətəndaşlar yetişdirmək. Bugünkü təhsil. Və eyni zamanda sizin belə yetişməyə sizə bir dənə şərt var, bir dənə kök var, maya var ki, vətənpərvər olub yetişməyiz. Heydər Əliyevin şərti də var. Vətənpərvər olması. Vətənizi canınızdan çox sevməyi bacarmalısınız. Çünki vətən olmasa heç kim bilməz. Bizim böyüklüyümüz də bilməz. Heydər Əliyevin də böyüklüyü ondakı ki, ən böyük vətənpərvər. Heydər Əliyevin həyatı da, fəaliyyəti də, vətənpərvərliyi mövzusunda. Bütün sahalarda olur, bu sahada hər birimizdən nümunədir. Ondan bəli. Selam. Və sonunda da sizdən bir xahişim, bu önlərimizin bir sözü var. Mən müəllim sənətindən uca sənət tanımadım. O qızımız deyəndə ki, müşnəs olacaq, dərhal müşnəs deyən kimi fikirləşirlər ki, hamı prokuror olacaq, hamı polis olacaq və orada da bəzi negativ hallar var da, hamı buna meyillidir. Bu asıl danışaq, cəmiyyətin davasıdır.
Amma bugün ölkədə gedən islahatlar elə köklənir ki, bütün sahalarda artıq o negativ hallar aradan qalxacaq. Və Heydər Əliyevlə böyük sözlər, mən müəllim sənətindən böyük sənət tanımıram. Mən sizə çox arzu edirəm müəllim olmaq. Müəllim olmaq istəyir. Və ən yüksək, siz bilirsiniz, Təhsil Nazirliyində son zamanlar islahatların bir nəticəsi olur ki, 500 baldan yuxarı bal toplayanlar, demək, tələbə alır 70 manata qoyur, Təhsil Nazirliyi əlavə olaraq 100 manata təqaüd ona ayrılır. Ki 500 baldan yuxarı bal toplayıb, ali məktəbə müəllimliyə, pedaqoji sahəni seçəlir. Çox istərdim ki, çünki bugün sizin kimi belə gözəl vətənpərvər qalalarınız öz davamlı olaraq sizi özünüz kimi vətənpərvər uşaqlar yetişdirməlisiniz. Prokuror olan tapılar, narahat olmayın. Nə bilim, o polis olan tapılar. Siz zaten gedib işləyib, yəni bu fikrinə çox işləyəməyəsiniz. Çünki kimisə şəhərlər, kimisə sizlik deyil. Amma siz vətənpərvər övlad böyüdəbilirsiniz. Görün, nə gözəl sənət istəsəbilirsiniz. Çox xahiş edirəm, buna köklənin. Minnətlər. Ölkə təmiz əqidəli insanlar üçün. Uşaqlar, çox sağ olun. Yeni bu təlimimizdə çox səhəfalı bir yarattı. Və sonuncu bir uşaqların sualı ilə başlayır. Niyə uşaqlar çocukların və uşaqların öz fikrini ifadə edəməsinin və yaxud yaxşı ifadə edə bilməməsinin uşaqlar, mən bir səbəbi bilmirəm. Və bizim uşaqların mütaliə vərdişlərinin az olması. Mütaliə vərdişlərinin az olması uşaqların öz fikirlərini ifadə eləməsinə maneçilik tutacaq. Bugün deyirik ki, kompüter əsridir. Yeni informasiya texnologiyalarına inkişaf edir. Bunun uşaqlar müsbət cəhətləri çox, amma bir mənfi cəhəti var ki, o uşaqların eləcə də ümumiyyətlə cəmiyyətdə ünsiyyətin azalmasına səbəbdir. İnsanlar arasında, şagirdlər arasında ünsiyyətin azalmasına səbəb olur. Bu da şagirdlərin o öz fikirlərini ifadə etmək vərdişlərinin qarşısını alır. Bu da bir nəzərdən Təhsil Nazirliyinin əmri var, şagirdlərin mütaliə vərdişlərinin inkişaf edilməsi ilə bağlı. Kitablarda götürür, oxuyur. Nə qədər çox kitab oxusanız, sizin belə deyək, öz fikrinizi ifadə etmək bacarıqlarınız o qədər artacaq. Sonra ulu öndərimizlə bağlı fikirlərimiz də xoşuma gəldi. Sokrat, yəni Yunan filosofu, hələ neçə bundan qabaq bir soru var. Dahilər müzakirə olunur, dahilər öyrənir. Yəni Heydər Əliyevin həyatı elə bir həyatdır ki, bu daim nə qədər öyrənsək də hər dəfə baxanda oradan necə yeni nüans görürüz. Bilirsiniz, adətən deyirlər, siz o dövrü görmürsünüz. Yəni, sizin müəllimlərinizin çoxu o dövrü yaşayıb şahid olur. Bu bir dağ uca zirvədən, zirvənin yanında olanda onu hiss eləmirsən. Nə qədər ağırlanırsa, o qədər o zirvənin yüksəkliyi hiss edirsən. Yəni, bunun da lokaliyyət görürüz. Bizdən uzaqlaşdıqca biz onun dahiliyi, o zirvənin böyüyü daha çox hiss edirik. Ona görə mənim üçün çox xoş oldu ki, siz onun həyatı ilə bağlı çox nüansları öyrənməyə cəhd edirsiniz. Və dahilər deyirəm, həmişə öyrənilməlidir. Sizə bir daha oğlar arzu edirəm. Sağ olun. Uşaq hüquqlarından danışanda məndən çıxmağına istəyən mövzulardan bilirəm. Fiziki və əqli cəhətdən qüsurlu olan uşaqların sağlam uşaqların sahib olduğu hüquqlardan məhrum edilməsidir. Bu təbii ki, düzgün deyildir. Onlar da bizim kimi uşaqlar və bu deməkdir ki, onlar da bizim sahib olduğumuz hüquqlara sahibdirlər. Hər bir uşağın təhsil almaq, ana qayğısı duymaq, ana qayğısı keçirmək və ailə uşaqlarla ünsiyyətdə olmaq hüququ vardır. Yəni, konvensiyada yazılmışdır ki, hər bir uşaq öz sağlamlığından asılı olmayaraq eyni hüquqlara malikdir. Bəs əgər bu belədirsə, nəyə görə indi əqli və fiziki cəhətdən qüsurlu olan uşaqlar bizim aramızda yox, başqa məktəblərdə oxuyurlar? Yəni, əgər hər birimiz eyni hüquqlara malik isə, onlar da bizimlə eyni məktəbdə oxumaq hüququna malikdirlər. Və mən istəyərdim ki, hər bir məktəbdə əqli və fiziki cəhətdən qüsurlu olan uşaqların oxumağına şərait yaradılsın, onların məktəb içərisində təhsil almasına icazə verilsin. Çünki
Çünki hər bir uşaq bizimlə birlikdə, hər bir fiziki və qüsuru olan uşaq bizimlə birlikdə təhsil almalıdır. Yəni onlar başqa məktəblərdə Aydın, çox sağ olun. Çox gözəl bilir, amma bir şey yadın saxla ki, hər birimiz bilirik ki, bugün Azərbaycan Respublikasında təhsilin böyük bir nümayəndəsi var. Meyvan Xanaliyevadır, bunlardan da millət vəkilidir. Fiziki və əlqi cəhətdən qüsuru olan uşaqlar üçün olan internat məktəbi, elə deyək, ünvanlar ki, yoxdur, yurtlar ki, yoxdur, məktəblər. İnanın ki, bugün sizlər üçün hazırlanmış məktəbdən qat-qat şəraitdir, qat-qat səviyyədir. Sadəcə onların fiziki qüsuru imkan verə bilmir. Gəlin bir anı fikirləşin. Məsələn, oradan əqli cəhətdən. Bir uşağınız bir bazı özü işdə aparırsa, artıq sinifdən arasılıq yaranır. Elədir. Bu qeyri-mümkündür ki, onun sizinlə bir sinifdə oxuması. Çünki onların beyin tutumu, yəni həzm qabiliyyətləri də, qavrama qabiliyyətləri də sizdən eyni deyil. Məsələn, onlar həftəlik zəmin dünyasını 30 saat dərs keçirlər, siz həftəlik 35 saat dərs keçirsiniz. Neçən sinifdə oxusanız? Səninlə eyni yaşda olan fiziki və əlli qüsurlu uşaq indi bu saat 3-cü sinifli materialını öyrənir. Kimi sətlaya bildim sizə? Bu mümkün deyil. Ona görə mümkün deyil ki, sadəcə ona izolasiya olunmuyor. Onlara daha yaxşı şərait yaradılmaq baxımından və onların qavrama qabiliyyətini götürə biləcəyi səviyyədə onlara təhsil vermək üçün, onlar üçün ayrıca təhsil məsələləri yaşanılır. Və çox gözəl olar ki, bəlkə də Sabah xanımla birlikdə biz yaxın edək. Bilirsiniz, həmin məsələlər çox təzə rayonundadır. Ki, gedib ziyarət eləmək, onlarla əlaqə dostluq yaratmaq ünsiyyətdir bəli. Amma mən bu qeyri-ideal. Bir şey də söyleyeyim ki, indi inklüziv təhsillər böyük üstünlük verilir. Artıq bizim Azərbaycanada Azərbaycan Təhsil Nazirliyi tərəfindən bu inklüziv təhsil genişləndirir, inkişaf edilir. Fiziki cəhətdən qüsurlu uşaqlar müəyyən məktəblərdə siniflər açılıbdır. Məsələn, Kürdədə, başqa məktəblərdə də. Bilirsiniz, fiziki qüsuru olan uşaq, amma əqli, zehni yerində olan uşaq sizlərlə birlikdə oxuya bilərlər. Mən bunu Amerikada olan bir məktəbdə görmüşdüm ki, fiziki qüsurlu uşaqlar var idi sinifdə, onların o kalyaskasını öz sinif yoldaşları sürüdür. Yəni, tənəffüslərdə buradan oraya, həyətə, onların tənəffüslər bəlgələr biraz böyükdür, özləri sürüdlər, aparırlar. Və bu, yəqin ki, bizdə də bizim insanlarımızı ona alışdırmaq üçün, həmən o uşaqlarda diskriminasiya olmamaq üçün, aynı seçkilik yaranmaması üçün inklüziv təhsil artıq Azərbaycanda mövcuddur. Yalnız Eşən müəllimin sözünə qüvvət fiziki qüsuru olur. Amma əqli yetkinliyi yerində olan uşaqlar sizlərlə bərabər bir sinifdə. Amma məsələn, epilepsiyalı uşaqlar var ki, onlar sinifdə idarə olunmurlar. Onlar sizlərlə oxusa, o uşaqların özünə əziyyət olacaq. Çünki onlar xüsusi tipli, deməli, gimnaziyalar fərqlidirlər. Xüsusi istedadlı uşaqlar üçün nəzərdə tutulmuş internatlı gimnaziyalar və xüsusi qayğıya ehtiyacı olan internatlı gimnaziyalar vəsilə onlar xüsusi qayğıya ehtiyacı olan uşaqlar qəbulunur. Yəni onların hərəsinə dairələr ayrılır, onların qulluqda durur, onların səhhəti qorunur. Onların məsələn, hangi məktəbin bu boyda aydınlığı içində mənə elə gəlir ki, çətin olar. Amma əgər fiziki qüsuru varsa, o uşaqlar əlbəttə cəmiyyətə inteqrasiya olunmalıdır ki, mən çox acınacaqlı bir şeyi misal çəkib, məsələn, mən özüm məktəbdə, məktəb rəhbərliyində işləyən vaxtlar, Suraxanda yerləşən 7 sayılı əqli qüsurlu uşaqların internat məktəbinə gedərdim və öz uşaqlarını ora aparardım. Yolda mən uşaqlarını deyirdim ki, baxın, biz oraya gedirik, onların könlünü sevindirmək üçün, bayram keçirmək üçün. O uşaqları yollarda, küçələrdə mən bəzən görürdüm, ürəyim ağlayırdı. Kimsə o uşaqları görəndə, valideyn uşağın yanında qulağını çəkirdi. İndi biz bu inanclar var da bizim millətdə. Ona baxma uşağın ürəyi xarab olar. Elə deyil. Biz orada uşaqlarımıza xarabda bildik ki, siz onlarla bu bayramı elə gözəl keçirdiniz ki, biz onlardan biri kimiymiş kimi davranmalıyız. Siz kimisə qəlbinə dəyər, kimisə qürurunu sınırmaq olmaq. Ona görə deyirəm ki, yəni sizlər çox sevindim ki, bu məsələləri qaldırırsınız. Çünki
siz artıq cəmiyyətin bir parçası olaraq istəyirsiniz ki, onlar da cəmiyyətin bir parçası olsun. Nə gözəl. Belə bir şeylər, məsələn, təşkil edib gedə bilərsiniz o məktəblərə. Hətta onlarla dostluq qurmaq olar, hansısa bir bayramı onları dəvət edələr olar. Respublika sarayında, Heydər Əliyev Azərbaycan Respublika sarayında məsələn, möhtəşəm bir tədbir idi. Birinci sırada, ikinci sırada o Fələstinli uşaqları gətirmişdilər. Onları, yəni, tamaşaçı olaraq əyləncələrə gətirirlər. Siz də məktəbdə dəvət edə bilərsiniz. Əngəlli olmaq ayrıdır. Məsələn, bizdə polis akademiyasının arxasında 2 nömrəli verən bir internet məktəbi var. Qələmə oxumuş uşağın gəlib sizlə bir sırada bu tibbi və qeyri mümkün deyil. Amma əngəlli, bəli, biz fiziki aydın çatdıra bilməsiniz. O daha çox onlarda yəni başqa uşaqlarla ünsiyyət qura bilmirlər. Artıq onlar içə qapanmaq olur. İstiqlal üzərində onlara təsir edir. Əngəlli uşaqlar. Onlar nəyə görə bizdən ünsiyyət qurmamalıdır? Biz, yəni, sağlam uşaq onun qüsuru vardı, gedib ona danışmır, söhbət etmək istəmir. Nəyə görə? Yəni, onlar da bizim kimi uşaqdır. Əlbəttə ki, çox gözəl bir məsələ toxunursunuz. Və biri var ki, bu inkluziv təhsil yuxarıdan aşağıya bir tələb kimi gəldi. Amma bunu sizin kimi övladlarımızın dilindən eşitmək bir sosial çağırış da artıq. Yəni artıq bizim gənclərimiz, övladlarımız istəyir ki, onlar cəmiyyətə inteqrasiya olunsun. Mən alqışlayıram bu fikrinizi və Səbah xanım sizdən çox-çox xahiş edirəm. Bir neçə direktorlar birləşib uşaqlarımızı, o uşaqlarla dostluğunu yaratmağa. Uşaqların təcrübəni buradaca məsələ alıb Yaşar müəllim 3 məktəbi dedi, amma mən deyir ki, Səidə xanım baxmayaraq ki, Yasamal rayonunda o da gəlir. Onlara yazılmır. Burada yazanla bir əlavə edirəm. Rəsmi sektorun təmsilçilərlə müzakirələrə iştirak etməyimə də çox məmnun oldum. Mən bura sabahlara bir təşəkkür edirəm ki, biz sərflə dəvətli idik. Uşaqların ümumi müzakirə, ümumi diskusiyası da çox maraqlı idi. Biz doğrudan da burada əsas xüsusi diqqətini çəkən məqamlardan bəlkə də peşə ilə bağlı məsələ idi. Bu jurnalist olmaq qızımızla bağlı. Doğrudan da buradan tam hazırlıqlı görünməndən aydın oldu ki, məktəbdəki ab-hava, yəni o müəllimənin təşkilatçılığı açıq şəkildə, aydın şəkildə həm uşaqlar hüquqlarının bildirilməsi baxımından, həm də özlərinin vəzifə borclarını bilməsi baxımından çox önəmli məsələdir. Mən təşəkkürümü bildirəm Xurama xanım ki, çox ətraflı şərh verdi, yəni ətraflı məsələyə toxundu ki, yəni uşaqların bugünkü sosial mədəni mühitdə formalaşmasına təkan açdı və hörmətli həmçinimiz vətənpərvərlik məsələsinə toxundu və biz Milli Xəbər Az İnformasiya portalları müxtəlif istiqamətdə vətənpərvərlik mövzusunda görüşlər keçdirik və alqışa layiq bildik ki, artıq bir Azərbaycan təhsilində həm vətənpərvərlik məsələsinə, həm mütaliə mədəniyyətinin formalaşması ilə bağlı Təhsil Nazirliyi artıq çox ciddi şəkildə işlərə başlayıbdır və o siz dediyiniz o uşaqların sərbəst şəkildə danışmaları, nitq söyləmələri mədəniyyəti və s. Bunların hamısı mütaliədən keçir. Yəni mütaliə belə deyək ki, biz Nizaminin əsərlərini oxuyanda istər-istəməz özümüzün üzərimizdə də işləyəndə, biraz da onu öz üzərimizdə təhlil edəndə biraz nitqimizi daha da yaxşı formalaşdırdıq və yeni nəslin namun edilməsinə ehtiyac var. Yəni bugün ədəbiyyat müəllimlərinin və digər ixtisas müəllimlərinin bunun üzərində işləməsi zəruridir. Tarix müəllimi tariximizin öyrənilməsi baxımından ixtisasının dərindən bilinməsi çox vacib məsələdir və bu istiqamətdə mən hesab edəcəm ki, məktəblərdə görülən işlər artıq mən birinin şahidi oluram. Yəni ədəb bədiyim deyək ki, kompozisiyadan tam hiss elədim ki, çox hazırlıqlı bir şəkildə özlərini ifadə elədilər. Yəni uşaqlar tam sərbəst ifadə elədilər və əminəm ki, məktəbdəki digər şagirdlər də müəllimin dediyi kimi başqa işlərdə yararlı olmaqla yanaşı artıq bu vərdişləri də yiyələnməyə çalışacaqlar. Bir daha Bolonderin bu 92-ci il dönüm münasibətindən belə bir tədbirin keçirilməsi, xüsusilə də uşaqların dövlətçilik prinsiplərinə, Azərbaycançılıq məfkürəsinə xidmət yönlü belə diskusiyalarda iştirak eləməsini hesab edirəm ki, Azərbaycan təhsilində uğurlu gələcəyin belə deyək, biz şahidi oluruq və sizlərlə bərabər biz də bu proqramda, biz də bu prosesdə iştirak eləməyə özümüzə məmnunluq veririk. Sağ olun. Bir təklifim var. Təklifim deyəndə öz təcrübəmlə sizinlə görüşmək istərdim. Deməli, bizim məktəbdə ilin əvvəlində, mən indi görürüm stolun üstündə sizdə əl işləriniz, yəqin ki, sizin əl işlərinizdir də o. Bir təklifim var sizə. Siz il boyu rəsm, əmək və başqa dərslərdə əldə etdiyiniz bu əl işlərini yığın bizim məktəbimiz kimi. Onları
yarmarka satış elin, yəni onu təşkil eləmək olar hələ bu otaqda. Deməli, o olur hardadsa mart ayının əvvəlində uşaqlar özləri onların qiymətlərini təyin edirlər. Alıcılar sizin valideynləriniz, müəllimləriniz və dəvət olunan qonaqlarınızdır. Sizin özünüzdən bir mühasib təyin edirsiniz və məsəl üçün, əgər siz bu əl işini təyin eləmişsiniz, məsəl üçün 2 manata, sizin aranızda bir xəzinədar olur, yazır. Filan kəsin işi filan sinifindəndir, filan qədər puldur. Həmin o pullar yığılır uşaqlar tərəfindən və uşaqlar həmin o yığdığı pulları gedirlər, hədiyyə alırlar, ya eyinbaş alırlar, ya hədiyyə, ya yemək alırlar və həmin o uşaq evlərinə gedəndə qüsurlu uşaqların yanına siz əl-boş getmirsiniz. Öz zəhmətinizin bəhəri ilə, öz halal zəhmətin pulu ilə alınan əşyalarla gedəcəksiniz. Amma qabaqcadan onlardan öyrənin ki, onların nədə ehtiyacı var. Məsəl üçün, bizim uşaqlarımız hətta böyüyürlər biraz, amma nimdaş yox, hesab paltarlarından, öz oyuncaqlarından da ora əlavə edirlər və gedəndə bir böyük maşın hədiyyə ilə onlara gedirik, onlara konsert veririk, onlara səhnəcik göstəririk, mahnı oxuyuruq onlar üçün, onlarla əylənib oynayırıq, onlarla şəkil çəkirik. Onlara çox zövq verir o və gedəndə siz görəsiniz ki, onlar pəncərədən necə davul üçün baxır və soruşurlar, bir də nə vaxt gəlirsiniz. Bax, onu sizin məktəbiniz də eləsə, bu öz əməyinizin bəhrəsi ilə yaxşı olar. Mən şərikəm, amma bir məsləhət vermək istəyərdim uşaqlara təbii ki, fikir azadlığından, söz danışmaq hüququndan qeyd elədiniz. Bilirsiniz ki, bilçi kimi deyə bilərəm ki, dilin funksiyalarından biri fikri düzgün ifadə etmək funksiyasıdır. Mən tövsiyə edirəm ki, uşaq olaraq da, gələcəkdə bir vətəndaş, gənc olaraq da həmişə sözünüz dinləniləcək yerdə danışın. Sizi eşidilən insanların içində danışın, yerində danışın, yerində fikir söyləyin. Valideynlərinizin, müəllimlərinizin məsləhət kimi dediyi sözləri sizin sözün, mənim sözümə qarşı çıxdı kimi qəbul etməyin. Çünki valideynlər də, müəllimlər də dünya görmüş insanlardır. Sizin gələcəyinizi sizdən də yaxşı görürlər. Özləriniz sizin yaşa qoyurlar və sizin kimi fikirləşirlər, məsləhət verirlər. Arzu edirəm ki, həmişə sizi dinləyən auditoriyada danışasınız, sizi dinləyən insanların içində fikir söyləyin. Mən də əvvəla qonaqlarınıza bayaq dediyi kimi çox sağ olun deyirəm. Bunlar hamısı qonaq deyəndə biraz uzaqlaşır, bunlar hamısı mənim dostlarımdır. Uşaqlarımız, yəni sizə də agah olsun ki, bunları siz tez-siz bu müəllimləri tez-siz görə bilərsiniz məktəbimizdə. Artıq o sizə də doğru, sizin üçün də doğma olmalıdır. Çünki doğrudan da bunlar biz bir dostluq. Yəni sizin bir sinif uşaqları olduğu kimi biz də elə bil ki, bir sinifin uşaqlarıyıq. Yəni bir məzunları sağ olsunlar Akif müəllim, Xurama xanım, Səidə xanım şəhərdən gəliblər. Yəni ən azından Elşən müəllimlə, Gülarə müəllimə yaxındır Xəzər rayonumuzun müəllimləri. Yaxındadır, ancaq onlar Səidə xanımın özünün texnik humanitar liseydə saat üstə tədbiri var. Bayaqdan sahada baxa-baxa qalır, öz tədbirini qoyub gəlib bura. Çox sağ olsun. Yəni belə bir gündə istədim ki, uşaqlarımızın müzakirəsini, fikirlərini gəlsinlər, bizlə bərabər dinləsinlər, bölüşsünlər, sağ olsunlar. Bir də uşaqlar, sizə nə deyirəm? Yəni bayaqdan düzdür, qonaqlarımız da dedi, hamı dedi, çox gözəl fikirlər söylədiniz, arzularınız, mən özümdə də qeyd elədim. Nəzərə alınacaq, mən çox sevindim ki, belə, yəni bu fikirdəsiniz, yəni öz, necə deyək, sərbəst fikir söyləmək istəyirsiniz ən azından. Mən dəfələrlə demişəm ki, təklifləriniz, fikirləriniz olanda gəlin, yaxınlaşın. Bəlkə də oradan ürəyinizdə elə bir arzularınız var ki, hələ burada da səsləndirə bilmədiniz. Yenə də mənim hər dəfə demişəm ki, qapı, yəni siz şagirdlərin üzünə açıqdır. Gəlin öz fikirlərinizi bildirin. Hansı dərsin, hansı formada qurulmalığını, yəni bəlkə başqa fikirləriniz var, hansısa o dərsdən kənar vaxtlarda, asudə vaxtlarınızı keçirmək üçün nələrsə istəyirsiniz, ya kitabxanamız üçün başqa hansı avadanlıqlar istəyirsiniz, məktəb üçün olaraq.
Yəni tədrisin möhkəmlənməsi üçün, mütaliə vərdişləri üçün nələr istəyirsinizsə, yəni o fikir çəkinmədən gəlib deyə bilərsiniz. Özünüz deyirsiniz, sərbəst fikir söyləyin. Mən o şəraiti sizə yaratmışam. Yəni özünüz də deyə bilərsiniz. Dəfələrlə demişəm, mən hər birinizin fikrini də dinləməyə hazıram. Yəni bu barədə fikirləşməyin ki, maneəniz var. Həmişə açıqdır, həmişə də fikirlərinizi söyləyə bilərsiniz. Sağ olun, bir daha təşəkkür edirəm. Zülfiyə müəllimə sizə təşəkkür edirəm, uşaqlarımıza, Fəyalə müəllim, Vüsalə müəllimə, kitabxanaçımız hardadır Vüsalə müəllimə? Vüsalə müəllimə çox yaxından kömək elədi, çox sağ olsun. Yəni, ən azından bu bir həftə ərzində Zülfiyə müəlliməyə çox yaxından kömək elədi. O biri müəllimlərimizə, Səmaya müəlliməyə çox sağ olun, yəni tarix müəllim olaraq, Məlaət müəllimə, Riyaziyyat müəllimi, o birisində Məlaət, iki Məlaətin arasında oturmuşsun Səmaya müəllim. Arzu tutmalısınız deyəsən. Hamınıza təşəkkür edirəm, uşaqlar, hamınıza. Əli sənə təşəkkür edirəm, slaytların yığılmasından, Nurlana, Elşad sənə. Çox sağ olun ki, yəni belə bir tədbirin ərsəyə gəlib çıxmağında kömək elədiniz, sağ olun. Gələcəkdə daha böyük uğurlarınızı görək inşallah. Sağ olun. Sonda